Bugün sizə Fransanın uzaq dağ kəndində yaşayan Monsieur Herve haqqında danışacağam. Toulouse şəhərindən təxminən 60 km aralıqdakı balaca kənddə öz tikdiyi evdə yaşayan Hervenin 58 yaşı var. Hansımızın qoca olduğunu demək bir qədər çətindir. Çünki Herve həm sağlam qidalanır, həm həvəskar idmançıdır, boş vaxtını yoga ilə keçirir, nə içki içir, nə siqaret çəkir və vegetariandır. Pişik və iti ilə birlikdə yaşayan Herve öz dediyinə görə çox xoşbəxtdir. Çünki tikdiyi ev şəhər səs-küyündən çox uzaqdadır və bulutsuz gecələrdə ulduzları daha yaxşı seyr edə bilir. Herve anadan olandan smartfon işlətməyib və heç bir sosial şəbəkə hesabı yoxdur. Parisdə yaşayan övladları və nəvələri ilə isə bu düyməli telefonları saxlayır. Əlbəttə ki, mənə telefonsuz, internetsiz, özü də dağ qoynunda tək dənə həyat çox qeyri-adi, həm də maraqlı idi. Buna görə də bu mövzuda Hervenin öz fikirlərini aldım. Mən özümü çox xoşbəxt hiss edirəm. Çünki belə gözəl, geniş evim var, azadam, istədiyimi edirəm, istəmədiyimi yox və ən əsası, sosial şəbəkədə yoxam. Sosial şəbəkədə yalancı obraz yaradıb insanların təsdiqini almaqdansa, ən yaxşısı öz reallığında xoşbəxt olmağımdır. Bunu insanlar görməsə nə də olar? Çox dadlıdır, bəyəndim. Azərbaycan yeməklərinə oxşayır, hə? Herve boş vaxtımı kitab oxumaqla keçirir. Ana dili fransızca olmaqla yanaşı, İngilis, İspan, İtalyan və Alman dillərində səlis danışır. Evində isə dünyanın 10 fərqli dilindən mindən çox kitabdan ibarət şəxsi kitabxanası mövcuddur. Siyasət elədir ki, mən maraqlanmasam, o mənimlə maraqlanacaq. Ondan qaçış yoxdur. Amma mənim mübarizəm göylərlədir. Sümük və ət topası olan ölümlü varlıqlarla yox. Dövlətlər, təşkilatlar, millətlər, dinlər, ideologiyalar, bunların hamısı mifdir. Biz özümüz seçmədiyimiz iki ayrı millətdən iki fərqli insan. Bax, elə burada oturub həyata ölümünü soruluyorsa, deməli qalan hər şey insan uydurmasından başqa şey deyil. Bu uydurmaların kombinasiyasına da siyasət adını qoyublar. Amma yenə deyirəm, uydurma deyib göz ardı edə bilməzsən. Çünki o uydurma dediyimiz şey bizi idarə edir. Herve ilə tanış olan gündən bəri hər tək qalanda fikirləşirəm ki, doğrudan da insan taleyini böyük ölçüdə coğrafiya müəyyən edir. İkimiz arasında taleyi məftirli sərhədlərlə, sayı hesabsız adlarla, böyük siyasi gedişlərin yaratdığı insan faciələri və adsız kədərlə yüklənən mənəm, Herve yox. Herve azaddır, xoşbəxtdir, onu incidən, fikrini məşğul edən nəsə yoxdur. Bəs sən, mən, biz həqiqətən də azad və xoşbəxtlikmi?